Yezekel 31-ci fəsil. Sidr ağacı ilə müqayisə. Sürgünlüyümüzün 11-ci ilində, 3-cü ayın 1-ci günü mənə Rəbbim bu sözü nazil oldu. Ey bəşər oğlu, Misir padşahı Firona və onun cəmaatına söylə. Əzəmətdə kim səndən müqayisə edilə bilər? Bax, Aşşur Livandakı sidr ağacına bənziyirdi. Meşəyə kölgə salan gözəl budaqları var idi. Çox ucaydı, başı buludlara çatırdı. Onu sular bəslədi, dərin su qaynaqları böyütdü. Çayları əkildiyi yeri əhatə elədi. Arxları çöldəki bütün ağaclara çatırdı. Buna görə də çöldəki bütün ağaclardan böyük oldu. Bol su içdiyi üçün qol-budaq atıb, şaxələri uzandı. Bütün göy quşları onun budaqlarında yuva qurdu. Vəhşi heyvanlar şaxələri altında balaladı. Bütün böyük millətlər kölgəsində yaşadı. Böyüklüyü və uzun budaqları ilə gözəl oldu. Çünki kökləri bol su içdi. Allahın bağçasındakı sidr ağacları da boyda ona çatmazdı. Şam ağacları boyda onun budaqlarına yetməzdi. Çınar ağacları onun şaxələri kimi deyildi. Allahın bağçasındakı ağaclardan heç biri onun kimi gözəl deyildi. Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim. Allahın bağçası olan Edendəki bütün ağaclar ona qısqandı. Buna görə də Xudavənd Rəbb belə deyir. İndi ki, boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı, mən də onu millətlərin başçısına təslim elədim. O da ondan pisliyinə görə rəftar eləyəcək. Mən onu qovdum və yadelli millətlərin ən rəhimsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yeryüzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk elədi. Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu. Bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı. Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boybuxun atmasın, başını buludlara çatdırmasın. Bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbrə ilə insanlarla birgə ölümə, yerin dərinliklərinə təslim edildi. Xudavənd Rəbb belə deyir, sidr ağacı ölülər diyarını endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum. Qəbrə inənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman, dağılmasının gürültüsündən millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına, qılıncla öldürülmüş adamların yanına indi. Eden ağaclarından hansı izzət və əzəmətdə səndən müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə, yerin dərinliklərinə indiriləcək, qılıncla öldürülənlərlə birgə, sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun cəmaatının aqibəti belə olacaq. Xudavənd Rəbb belə bəyan edir.